Vaxtınız xeyir olsun. Hər gün bir sual izahı ilə qarşınızdayıq. Qeyd olunur ki, korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa əsasən vəzifəli şəxsin statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və ya səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək hesab olunur. Uşaqlar, bu məsələ bilirsiniz, ümumiyyətlə korrupsiya hüquq pozmaları iki yerə bölünürdü. Bunun birincisi buydu ki, bilavasitə korrupsiya hüquq pozması, digəri isə korrupsiya şərait yaradan hüquq pozmasıdır. Bax, bu isə korrupsiya şərait yaradan hüquq pozmadır. Bunların fərqini necə müəyyənləşdirmək isə mən bu barədə öz YouTube kanalımda danışmışam. O videolara da baxa bilərsiniz. Deməli, bildik ki, bu korrupsiya şərait yaradan hüquq pozmadır, düzdürmü? O zaman cavablara baxaq. Qeyd olunur ki, bilavasitə korrupsiya hüquq pozması da bu dedik ki, deyil. Korrupsiya ilə əlaqədar hüquq pozma deyil. Axı, korrupsiya ilə əlaqədar hüquq pozma iki yerə bölünür. Korrupsiya ilə əlaqədar hüquq pozmadır. Bəli, doğru cavabımız budur. D variantında qeyd olunur ki, korrupsiya şərait yaradan hüquq pozma deyil. Bu da yanlışdır. Qeyd etdik ki, korrupsiya şərait yaradan hüquq pozmadır.